Abşeronda qazinin dolanışıq köşkü dağıdıldı. Söküntünün kim tərəfindən edildiyi gizlədilir. 44 günlük Vətən müharibəsi iştirakçısı Qazi Əhmədov Nəcməddin Natiqoğlu Abşeron rayonu Digah qəsəbəsində qurduğu köşkün dağıdıldığını bildirir. Qazi Aknewsaza müraciətində qeyd edib ki, ailəsini dolandırmaq məqsədi ilə qurduğu daşına bilən köşk heç kimə mane olmurdu. Məsələ ilə bağlı ilkin olaraq Abşeron rayon icra hakimiyyətinin məşruba əsasında aidiyyatı qurumlar ərazidə baxış keçirdib. Məşrubda qanunsuz tikinti iddiası göstərilsə də yoxlama zamanı obyektin daşına bilən əmlak olduğu, yəni tikinti aparılmadığı təsdiqlənib. Buna baxmayaraq qazinin sözlərinə görə köşk əraziyə gətirilən texnika vasitəsilə yerlə yeksan edilib. Qazi soruşur, əgər bu köşk heç bir kimə mane olmurdursa, aidiyyatı qurumlarda tikinti olmadığını təsdiqləmişdirsə, kim texnika gətirib mənim əmlakımı dağıtdı? Mənim dolanışıq vasitəmi hansı qanunla əsasən məhv etdilər? Digah qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Müşfiq İsmailov Qaziyə obyektin söküntüsündə iştirak etmədiyini bildirib. Məlumata görə proses zamanı hüquq mühafizə orqanları əraziyə dəvət edilsə də köşkün konkret olaraq kim tərəfindən söküldüyü gizlədilir. Bu isə hadisə ilə bağlı sualları daha da artırır. Qazinin iddiasına görə məsələ sonda Abşeron rayon icra başçısı Abidin Fərzəliyevin göstərişinə çıxır. O bildirir ki, əgər qurumlar söküntünü həyata keçirməyibsə, icra başçısının tapşırığı hansı mexanizmlə icra olunub və niyə sahibkarın əmlakı gecə saatlarında dağıdılıb? Gecə saatlarında daxil olunan şikayət ilə bağlı Abşeron rayon icra hakimiyyətindən münasibət almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.